Salam uşaqlar, necəsiniz? Bugünkü mövzumuz nitrat turşusunun duzları bölməsidir. Deməli, nitrat turşusunun duzları, ümumiyyətlə nitrat turşusu HNO3-dür və turşu qalığı nitratdır. Və nitrat turşu qalığında NO3-ün maksimum oksidləşmə dərəcəsi müsbət 5, azotun valenti isə 4-dür. Və eləcə də bütün nitratlarda azotun valenti 4, oksidləşmə dərəcəsi müsbət 5-dir. Uşaqlar, bütün nitratlar suda ümumiyyətlə gözələlli olur və heç bir nitrat çöküntü şəklinin çöküntü deyil. Və nitrat ionun valenti 1 olduğu üçün sadə şəkildə duzların formunu düzəldəndə nitratın valentini 1 qəbul edərək, digər metalları 2, 3, 1 valenti qəbul edərək, yəni sadə bir formunu düzəldə bilərsiniz. Bugün isə sırf mövzumuz nitrat turşusunun duzları və onun parçalanmalarıdır. Başladıq. Ümumiyyətlə duzları, nitrat turşusunun duzları parçalanır. Birinci başladıq aktiv metallardan. Natrium, kalium, kalsiyum, baryum. Ama lityumu biz bu sıraya daxil etmədik. Çünki lityum bizə istisnalıq təşkil edir. Aktiv metal nitratları parçalanan zamanı uyğun nitrit duzları və oksigen qazı ayrılır. Nitrat duzları NO3 yazılır. Nitrit turşular isə NO2 yazılır. Natrium nitrat natrium NO3'dür. Natrium nitrit isə natrium NO2 hesablanır. NO2 kimi qəbul olunur. Məsəl üçün, kalsiyum nitrat necə parçalanır? Kalsiyum nitrit, üzrü sayıl və oksigen qazı. Natrium nitrat necə parçalanır? Natrium nitrat və oksigen. Bir sözlə uşaqlar, aktiv metal nitratları parçalanan zamanı bir mürəkkəb və bir bəsit maddə ayrılır. Və ayrılan bəsit maddə oksigen qazıdır. Bu tip reaksiyalara biz molekul daxili parçalanmalar deyirik. Və iki elementin oksidləşmə dərəcəsi dəyişir. Azotun oksidləşmə dərəcəsi müsbət 5-dən müsbət 3-ə, oksigen oksidləşmə dərəcəsi isə mənfi 2-dən 0-a dəyişə bilir. İndi isə keçdik orta aktiv metalların parçalanmasına. Orta aktiv metallar gördüğünüz kimi birləşmələrdir. Uyğun metal oksidlərlə eyni zamanda qonur rəhli zəhərli qaz olan NO2 və oksigen qazını əmələ gətirir. Diqqətlə baxırıq. Dəmir valenti 3 birləşmə parçalanırsa 3 valentli oksid alınır. Əgər dəmirin birləşməsi 2 valentlidirsə uşaqlar, dəmirin 2 valentli birləşməsi NO2 və O2 alınır. Yəni, dəmir 3 nitrat parçalananda amfotil oksid, turş oksid alınır. Amma dəmir 2 nitrat parçalananda əsas oksid və amfotil oksid əmələ gəlir. Məsələn, sink nitrat parçalanan zamanı sink oksid NO2O2, amfotil oksid, turş oksid alınır. Amma məsəl üçün, misal magnezyum nitratı götürsək, magnezyum oksid NO2O2 alınır, əsas oksid, turş oksid alınır. Uşaqlar, amma istisna lityumdur ki, özünü orta aktiv metal oksidləri kimi, pasiv metallardan mis orta aktiv metal duzları kimi parçalanır. Lityum nitrat, lityum nitrit kimi değil, metal oksidi NO2O2 kimi, mis2 nitrat, metal oksidi NO2O2'ye parçalanır. Yəni, sual düşə bilər, neçə bəsit maddə alınır? Bir bəsit maddə. Amma neçə cür qaz alınır? 2 cür NO2 və O2. Bu reaksiyaları oksigenin laboratorda alınması kimi istifadə edə bilərsiniz. Amma ikinci reaksiyaları laboratorda oksigen alınması kimi istifadə etmək olmaz. Çünki burada eyni zamanda zərərli qaz olan NO2 də əmələ gəlir. Sual düşüb qəbulda bir-iki dəfə. Hansı duzların parçalanması zamanı alınan oksidlər qələvlərlə reaksiyaya gedə bilir? Siz bu zaman amfotellərə fikir verməlisiniz. Quruşun 2 nitrat, sink nitrat, dəmir 3 nitrat, alüminium nitrat. Vəssalam. Bəs pasiv metallara nə edə bilərik? Gümüş, civə, qızıl uyğun olaraq parçalananda yenə NO2, O2 2 cür qaz alınır. Burada bir maraqlı məqam var ki, metal oksidi deyil, sərbəst metallara parçalanırlar. Və burada eyni zamanda 3 elementin oksidləşmə dərəcəsi dəyişir. Yəni, gümüş müsbət 1-dən 0-a, azot müsbət 5-dən müsbət 4-ə, oksigen mənfi 2-dən 0-a keçərək 3 elementin oksidləşmə dərəcəsi dəyişə bilər. Bu da qəbul tipli sualdır. Hansı duzlar parçalananda 3 müxtəlif elementin oksidləşmə dərəcəsi dəyişir. Gümüş nitrat və civə nitrat. Və nitratların parçalanması, bax bu gördüyünüz nitratların parçalanması təbii ki, molekul daxili oksidləşmə reduksiya reaksiyasıdır. Amma amonium nitratın parçalanmasına biz molekul daxili deyə bilmərik. Amonium nitratda
azot -3, müsbət 5, müsbət 1-ə keçərək 2 haldan 1 hala keçdiyinə görə biz buna əks öz-özünə kommutasiya, oksidləşmə, reduksiya reaksiyaları deyirik. Uşaqlar, və nəhayət, təyini necə olur nitratların təyini? Kalium nitratın qatı sulfat turşu reaksiyası zamanı qatı nitrat turşulanır və qatı nitrat turşusunun misyon qarlarla reaksiyası zamanı qonur rəngli NO2 əmələ gəlir. Və biz deyirik ki, ümumiyyətlə nitrat turşusu rəngsizdir. Amma bir müddət keçdikdən sonra saralmağa başlayır. Çünki nitrat turşusuna gün işığı düşən zamanı yavaş-yavaş içərisindən ayrılan NO2 qazı qonur rəngli olaraq turşunu sarı rəngə çevirir. Eyni zamanda nitratlardan qara barıtın alınmasında istifadə olunur. Qara barıt zamanı kalium nitrat, karbon və kükürddən istifadə edirik. Bu zaman kalium sulfit, karbon qazı və azot ayrılır. Eyni zamanda nitratlı gübrə kimi istifadə edirik. Gübrələrdə olur sadə və mürəkkəb gübrələr. Uşaqlar, içində 2 qida elementi varsa mürəkkəb, 1 qida elementi varsa sadə gübrədir. Kalium nitrat Hindistan şorası, kalsium nitrat Norveç şorası, natrium nitrat Çili şora, amonium nitrat amonium şorasıdır.